Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 20 yanvar faciəsinin bütün gerçəkliyi ilə özündə əks etdirən Qanlı yanvar filminin nümayişi təhsil ocaqlarında davam etdirilir. Film faciənin il dönümünə kimi bir sıra ali və orta təhsil müəssisələrində təqdim ediləcək. Bundan başqa filmin Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də nümayişi nəzərdə tutulub. İlk nümayiş isə bugün Nizami rayonundakı 12 saylı məktəbdə olub. 20 yanvar hadisələrinin 26-cı il dönümü ərəfəsində Qanlı yanvar filminin gənc auditoriya qarşısında nümayişi davam edir. Bugün film Nizami rayonundakı 12 saylı məktəbdə təqdim olundu. Azərbaycanın ən yaxın tarixinə tamaşa edən şagirdlər və müəllim kollektivi filmin 20 yanvar hadisələri haqda dolğun məlumat çatdırdığını bildirdi. Film şagirdlərə dərslik və kitablarda oxuduqları faktları bədii şəkildə göstərdiyi üçün böyük maraqla izləndi. Onların bu marağı və həyəcanı görülməyə dəyərdi. Belə filmlərin uşaqlar tərəfindən baxılması, əyani şəkildə görülməsi onu göstərir ki, uşaqlarımız öz tariximizi daha dərindən bilirlər. Filmin nümayişi zamanı zalda Qanlı yanvarın başrol ifaçısı aktyorlar da iştirak edirdi. Onlar bu ekran işində aktyor kimi iştirakçı olmaqla yanaşı, Azərbaycanın tarixi həqiqətlərinin dünyada tanıdılması kimi bir missiyanın tərkibində yer almaqdan qürur duyduqlarını bildirdilər. Sizinlə bərabər izləyirəm həmişə bu filmi. 20 yanvar hadisələrinin 26-cı il dönümü ilə əlaqədar Qanlı yanvar filminin Respublika üzrə nümayişi bundan sonra da davam edəcək. Filmin Bakıda, həmçinin regionlarda geniş kütlələr qarşısında, xüsusilə də gənc auditoriya önündə təqdimatı nəzərdə tutulur.